Deyir ki, doğru yolda gedən tısbağa, səhv yolda gedən yarış atan keçər. Biri sizə 10.000 manat pul versə, sizdən onun 9.000 manatın geri istəsə, desə ki, mən sizə 1000 manat verəcəkdim, amma bu şəkildə verirəm. Yəni 10.000 manat verib, onun 9.000-i sizdən geri alır. Bir də var, sizə 1000 manat pul verirlər. Hansı sizi daha çox razı salar, məmnun edir? Planlamasız yaşam itkidir. Bu 100%'dir, bu isbatlanmış bir şeydir. Dünyada heç bir planlama metodu, heç bir plan, heç bir nə insana, nə də biznesi 100% sığortalamır. Planlamanın məqsədi onsuz da bizi sığortalamaq deyil, yəni hər şeydən qorumaq deyil. Düşdüyümüz yerdən qalxıb təzədən davam eləməliyik biz fəaliyyətimizə. Həyat bura qədər deyil, davam edir. Sabah da gün çıxacaq. Bu son deyil. Bəli, son deyil bu. Salam Seymur müəllim, xoş gəlmisiniz. Əvvəla dəvətimi qəbul edib gəldiyiniz üçün minnətdaram. Açığı çoxdan sizi çağırmaq istəyirdim. Sadəcə bir nova videodakı ardıcıllıq olmaq istəyirdim və düşündüm ki, bu video bu gün ən doğru zamandır. Amma şablon olaraq təbii ki, mən sizi tanıyıram, sizi çoxları tanıyır, amma bizim kanalın izləyiciləri də sizi tanıması üçün Seymur İlyasov kimdir? Bu suala qısaca cavab verək, daha sonra mövzumuza keçə bilərik. Çox sağ olun Elvin bəy. Mən də təşəkkür edirəm sizə dəvətiniz üçün. Mən Seymur İlyasov adım, ixtisasca detallı planlama mütəxəssisiyəm. İşim planlamadır, belə deyək. Və biznesin müxtəlif sahələrində fəaliyyət göstərmişəm. Hal-hazırda da strateji planlama və strateji idarə etmə sahəsində davam etdirirəm fəaliyyətimi. Bəli. Əslində belə mənim öz kanalımda çəkdiyim videodakı əsas məqam məhz o çətin terminləri və yaxud da ciddi sahələrdəki anlayışları sadə kütləyə, sadə insanlara asan formada, daha anlaşılabilir formada çatdırmaqdır. Təbii ki, planlama, yəni bunun elmi tərəfi öz yerində, amma məsəl üçün sadə bir insan və yaxud da tutaq ki, sadəcə evdən işə, işdən evə gedən bir insan üçün planlama nədir? Qısa olaraq sadə belə o tərifi verə bilsək, daha sonra o anlayışı oturduqdan sonra o müəyyən hissələri keçirə bilərik. Planlama nədir bir sadə üçün? Sadə insan üçün. Planlama deyəndə Elvin bəy, əslində çox insan planlamanı böyük bir anlayış, çox çətin, belə dərk olunmayan, tətbiqi çox çətin və bəlkə də mümkünsüz hesab eləyir o fəaliyyəti. Halbuki əslində bizim hər gün elədiyimiz bir şeydir. Yəni planlama əslində çox sadədir. Məsələn belə bir sual verim. İstənilən insan səhər işə gedərkən niyə 1 saat əvvəl çıxır və ya yarım saat əvvəl? Çünki o yoldakı prosesi planlayır. Nə qədər müddət çəkəcəyini planlayır, gecikmə ehtimalını planlayır, vaxtında çatmasını, evdən neçədə çıxmalıdır, ayaqqabılarını geyinməlidir, yeməyini yeməlidir, neçədə oyanmalıdır və s. Yəni bunların hamısı planlamadır əslində. Yəni hər birimiz müəyyən miqdarda planlama eləyirik. Planlama deyəndə əslində yəni gündəlik həyatımızdan və ya fərd olaraq baxsaq biz, planlama nədir? Gələcəkdə nə isə əldə etmək üçün, yəni gələcəkdəki bir fəaliyyəti həyata keçirmək üçün indidən elədiyimiz proseslərin cəmidir məcmusu. Hazırlıqda olaraq. Ay sağ olun. Yəni gələcəkdəki əldə elədiyimiz hər hansı bir şey üçün və ya çatmaq istədiyimiz hədəf üçün indidən gördüyümüz hazırlıqdır. Planlama budur qısa olaraq. Bəs çox maraqlıdır. Mən indi siz tərifi dediniz, ağlıma belə bir cavab gəldi, daha doğrusu belə bir izah gəldi qısa olaraq. Onda belə çıxır ki, məsəl üçün siz deyirsiniz ki, mən evdən çıxıram, işə gedirəm, o ayaqqabımı geyinməyim, yeməyi yeməyim və yoldakı tıxacı nəzərə almağım. Belə çıxır ki, planlama eləməyim üçün mənim mütləq şəkildə təcrübəli olmağım lazımdır. Çünki məsəl üçün mən birinci dəfə tutaq ki, şəhərə gəlmişəm, Bakıya gəlmişəm və Bakıda o şəhərdəki özünüz də bilirsiniz, o tıxacılar, yəni hamımız onun əlindən yəni problemli hallar yaşayırıq. Amma məsəl üçün kənddən və yaxud da rayondan gəlmişəm, tıxacdan xəbərsizəm, o zaman mənim o planlama eləməyim müəyyən qədər xətalar özündə ehtiva eləyəcək. Təbii ki, bilsəm belə zaten ehtiva eləyir, ayrı məsələ, amma demək ki, burada bilgi və təcrübə çox önəmli bir rol oynayır. Yox, ya mən səhv anladım. Planlamada 3 zaman dilimi var, 3 zaman periodu var. Keçmiş zaman, keçmiş datalar, keçmiş məlumatlar, indi gedən proseslər, indiki zaman və gələcək zaman. Keçmiş zaman tarixdir, ingiliscə history deyimiz. Yəni o datalardır, hansı ki necə olub bizim fəaliyyətimiz və ya şəhərdəki tutaq ki o tıxaclar və s. Onlar öyrənməliyik mi? Bəli, əgər biz gələcəklə bağlı planlama eləyiriksə, məsələn, rayondan bayaq qeyd elədiyiniz kimi Bakıya gəliriksə, biz soruşuruq da mütləq qaydada ki, məsələn, tutaq ki 20 kilometr bir məsafəyə gedəcək, ora necə getməliyik, marşrut necədir və ya taksi ilə getsəm nə qədər vaxt aparar, nə qədər bunun maddi tutarı olacaq və s. Bunların hamısını öyrənirik əvvəldən. Yəni araşdırma eləyirik. Bunun üçün bizə nə lazımdır? Təcrübədən əldə olunan məlumatlar. Yəni bizim təcrübəmiz yoxdursa belə, biz o təcrübədən əldə olunan məlumatları istifadə edə bilirik. Düzdürmü? Məsələn, keçmişdə. İndi necədir? Hal-hazırdakı proqres necədir? Məsələn,
şəhər sıxlıqdırmı, yoxsa deyil. Məsələn, təcrübədə 40 dəqiqə getmişik, amma indi bayramdır, tətildir, şəhərdə adam azdır və s. İndiki prosesdə ölçmək məcburiyyətdir. Çünki niyə? Biz əgər keçmiş datalarla işləsək, keçmiş təcrübə ilə işləsək, biz yenə onu 40 dəqiqə və ya 1 saat olaraq planlaşdırasıyıq, amma bugünkü gedən prosesi nəzərə almasaq, ki, tətildir, istirahət günü və s. yarım saat tez çatmış olacaq, yarım saat əlavə vaxtımız itmiş olacaq. Bu da nəyə təsir edəcək? Bizim gələcəkdəki həmin o planımızın icrasına. Yəni həm keçmişi, həm də indiki proqresi biz nəzərə alıb gələcək o şəkildə planlamalıyıq. Bunun gələcəklə bağlı olan hissəsi nədir? Tutaq ki, gələcəkdə force majeure nəsə siz demiş ola bilərmi, yol bağlana bilərmi, yağış yağa bilərmi və s. Bu tip məsələləri biz nə etməliyik? Gedib çatmasaq, geciksək başımıza nə gələr? Yəni bu tip ssenarilərdə işin içində qatanda olur planlama. Bəs çox maraqlı orada force majeure hissəsini dediniz. Bəli. Mən məsələn özüm şəxsi olaraq həyatımda planlı biri deyiləm. İndi siz planlama mütəxəssisi olaraq, yəni birazdan sizdən soruşacağam. Siz öz həyatınıza o planlamanı tətbiq edirsinizmi? Özümdən götürüm mən planlama eləmirəm. Təbii ki, mütləq ki eləyirəm. Yəni mən ümumiyyətlə həyatım boyu planlama eləməmişəm deyə bir cümlə məncə xətalı cümlə olar. Ən azından məsələn biz bu gün podkastda gəlmişiksə verilişə, mütləq ki işimizdə müəyyən bir plan qurmuşuq. Amma ümumi olaraq o ümumi planlamadan getsəm mən daha çox həyatı da xaotik yaşamağa meylliyəm. Bunun səbəbi məncə mənim ən azından özümə gətirdiyim arqumentdir. Bilmirəm özümü aldatmaq üçün yoxsa necə. Mənim gətirdiyim arqument budur ki, mən növbəti hadisələri bilə bilmərəm deyə. Yəni 100% deyil də mənim əlimdə keçmiş məlumatlar olsa belə mən gələcəyə doğru düzgün bir planlama eləyə bilmərəm. Mənim düşüncəm budur. Yəni bir növ sualımı belə ünvanlayım, ümumiləşdirsək, əgər mənim gələcəkdə fərqli və gözlənilməz bir ehtimallarla qarşılaşma kimi bir reallığım varsa, planlama bu reallığın harasında tam olaraq? Maraqlı sualdır. Bəlkə də deyərdim, çox insanın mənə ünvanladığı sualdır ki, planlama mənim yaşantımı düzənləyəcək, yoxsa biraz da qarşı hala gətirib stresə soxacaq məni? Yəni bu sual çox gəlir həqiqətən, mənə çox ünvanlanan suallardan birisidir. Əvvəlcə sualınızın ilk hissəsini cavablayım. Çünki o elə bir sualdır ki, sən planlamaçısansa özündən başlamalısan. Birinci, tətbiq eləmədiyin bir şeyi danışmamalısan. Mən özüm planlamanı çox çətinliklə tətbiq eləmişəm özümdə. Və sizə onu deyim ki, mən planlama ixtisasına yiyələnəndən sonra özümdə başladım tətbiq eləməyə və uzun müddət sadəcə 8% effektiv oldu planlama məndə. 92% plansız davam edirdim fəaliyyətlərimə. O da əlbəttə ki, çox böyük bir nisbətdə mənim gələcək hədəflərimə, əldə edəcəyim nailiyyətlərimə təsir eləyirdi. Bu işin bir tərəfi idi. Bir tərəfində də bilirsiniz, bir insan nə isə gözləyəndə və o olmayanda daha çox təsir eləyir insana. Plan qurmusunuz və istədiyiniz kimi getmir. Daha çox motivasiyanız qırılır, həvəsdən düşürsünüz və planın işə yaramadığını isbat eləmiş olursunuz özünüzdə, belə deyim, düşüncənizdə və növbəti addımlarda gedə bilmirsiniz qabağa. Çünki direnciniz qırılıb artıq. Məndə uzun bir müddət, yenə deyirəm, 8% göstərmişdi mənim hədəfimə çatmaqla bağlı və mən orada daha çox istiqrarlı olmağa çalışdım. Çünki bir hədəf müəyyən eləmişdim özümə və o istiqamətdə getməli idim və yavaş-yavaş artdığını gördüm. Amma uzun bir müddətdən sonra planla yaşamağa başladım mən. Bu qısa bir müddətdə olmadı. Çünki mən də sizin kimi daha sərbəst bir yaşam tərzi istəyirdim, daha belə deyim, düzənsiz deməyim, daha belə rahat bir istəyirdim ki, niyə özümü sıxıntıya soxum və ya stresi soxum ki, məsələn, bir saat sonra hardasa olmalıyam və gün sonunda bunu eləməliyəm deyə. Amma uzun bir müddətdən sonra artıq 90%-ə qədər planla yaşamağı öyrəndim. Amma bu uzun bir müddət çəkdi məndə. Hətta fəaliyyətimin də planlaması o şəkildə, büdcənin də planlaması o şəkildə, gələcək hədəflərin də planlaması o şəkildə. Yəni bunu mən tətbiq eləməyim çox uzun bir zaman aldı. Ona görə də buradakı ilk iş planlamanın nə olduğunu gərək biz düzgün bilək özümüzdə. Bir də hər insan özündən onu soruşsun. Mən özümdən nə istəyirəm, nə gözləyirəm? Yəni mənim hədəfim nədir? Baxın, bu sualın cavabı tapılmasa, inanın nə planlama eləyə bilərik, nə hədəfimizə çata bilərik, nə də əldə edəcəyimiz uğurlar bizim gözləntilərimizdən üstə düşər. Burası bitirirsiniz bu arada. Burası mənə aid olan hissə idi. Yəni mən bu şəkildə eləmişəm. Dağınıq bir insan, dağınıq deyim, daha doğrusu planla yaşamağı xoşlamayan bir insan nə etməlidir? Qəşəng sual verdiniz ki, tutaq ki, nəsə planlayırıq, amma force majeure halları nəzərə almırıq. Dünyada heç bir planlama metodu, heç bir plan, heç bir nə insana, nə də biznesi 100% sığortalamır. Planlamanın məqsədi onsuz da bizi sığortalamaq deyil, yəni hər şeydən qorumaq deyil. Planlamanın məqsədi bizi daha düzənli yaşamaqdır, daha çox qazanmaqdır, daha dəqiq, daha az, belə deyim, sərfiyyatla mı deyim, artıq xərclənmə deyim, itki ilə
bizi hədəflərimizə çatdırmaqdır. Bizi arzu elədiyimiz və hədəfimizdə olan nəticələr əldə eləməyimizi aparıb çatdırmasıdır. Planlama o işə yarayır. Yoxsa planlama heç bir insanı və ya biznesi bayaq da qeyd etdiyim kimi 100% sığortalamır. Məsələ budur. Orada bir stres məsələsini vurğuladınız. O zaman planlı yaşamaq əslində daha stresli yaşamaqdır. Çünki məsəl üçün mən müəyyən bir plan qurıram. Sual verirəm bunu sadəcə bir cavab olaraq demədim. Yəni məsəl üçün mən xaotik yaşayıram. Xaotik deyəndə belə deyək də ana uyğun, həmin hadisəyə uyğun şəkildə həmin anda hansı reaksiyanı verməli olduğumu düşünürəmsə, həmin reaksiyanı verirəm. Amma normalda planlı yaşayan insan nə edir? Öncədən həmin situasiyanı düşünür. Force majeure qoyuruq kənara da belə deyək. Qarşımda çıxa bilən ehtimalları düşünür və ona aid bir artıq ön qəbul formalaşdırır özündə. Amma onda bu daha stresslidir sanki, yoxsa bəs bu stressin idarəsi necə? Çox maraqlıdır. Məsələn, siz dediniz ki, bu ilk zamanda 8% idi. Bu 8% sizi bir qədər o sıxmırdı ki, yəni mən planlı çalışıram ki, əminəm ki, izləyicilərimin çoxunda bu hal var da, içimən qarışıq. Mən planlı yaşayıram, amma 8% sadəcə o demək ki, mən əslində uğursuzam. Və ya bu uğursuzluq deyil, yəni biz sadəcə yanlış şərh veririk ona. Psixologiyada belə bir məsələ var. Bunu psixoloqlar daha yaxşı bilərlər. Mən sadəcə kitablarımı yazanda belə deyim, rast gəldiyim bir məlumat idi. Deyir ki, itkinin insan üzərindəki psixoloji təsiri qazancın təsirindən 2,5 dəfə çoxdur. Məsələn, biri sizə 10.000 manat pul versə, sizdən onun 9.000 manatın geri istəsə, desəz ki, mən sizə 1.000 manat verəcəkdim. Amma bu şəkildə verirəm. Yəni 10.000 manat verib, onun 9.000-i sizdən geri alır. Bir də var, sizə 1.000 manat pul verirlər. Hansı sizi daha çox razı salar, məmnun edər? 1000 manat verməm məncə. Amma o birisində də 1000 manat qazanırsınız, belə baxsanız. İndi həmin situasiyada olmamışam. İndi sual verirsə düşünürəm. Amma itki psixologiyası olacaq üstünüzdə. Çünki sözünü kəsdim, amma ağımda hər an bir nöqtədə olacaq ki, 10.000 var idi. Yəni var idi, 1000 bəli, var idi. Amma sizin deyildi, amma var idi. Baxın, planın təsiri belə olur insanda. Məsələn, planlama eləməyən bir insanın, daha doğrusu planlamadan uzaq yaşayan bir insanın planlama elədikdən sonra, mən başıma gələn bu idi. Planlama elədikdən sonra demotivasiya olma səbəbi budur. Niyə? Hədəfləyirsiniz ki, gün sonunda bu işləri görəcəm. Bu məsələləri həll edəcəm. Bu dostumla görüşəcəm. Bu kitabı oxuyacam və s. və s. Amma gün sonunda baxırsınız ki, sizin yazdığınız 20 dənə, 30 dənə hansı ki punktlar var idi, siz 12 dənəsini eləmisiniz. Onda bayaq qeyd etdiyim məsələ ortaya çıxır. Yəni 10.000 pul verirlər, onun 9'unu alırlar əlinizdən və itki psixologiyasının üzləşirsiniz. O sizin motivasiyanızı daha çox geriyə çəkir. Yəni planlı olub, plan qurub, plan tətbiq eləməməyin bəli, o acısı var, bu təsiri var. Amma o ilə də mübarizə aparmaq lazımdır. Çünki birisi nətərdir? İstəyir insan olsun, bayaq da qeyd eləmişəm, istəyir biznes olsun. Planlamasız yaşam itkidir. 100%'dir bu, isbatlanmış bir şeydir. Sizə icazə verərsinizsə mən 2 dənə nümunə çəkim. Birisi sizin də tanıdığınız ortaq dostumuz Nicat müəllim. Bəli, Nicat Şabanlı. Bəli, Nicat Şabanlı BMS-dən. Nicat müəllim övladına xeyir iş planlaşdırmış. Daha doğrusu məclis var idi. Bir gün dedi ki, mən planlama eləyəcəm. Və mən sizə tam səmimiyyətlə deyim ki, Nicat müəllim mənim indiyə qədər gördüyüm və eşitdiyim tək insandır ki, o məclisi planlamışdı başdan ayağa. Nicat müəllim planlamaçı deyil, logistika mütəxəssisidir, uzmanıdır. Amma Nicat müəllim o işi, o prosesi çox gözəl planlamışdı. İndi məsələ nətər olub? Özü məndən paylaşdı. Onun detallarını mən sizdən danışım. Deməli, Nicat müəllim dedi ki, mən planlama eləyəcəm toy məclisinə. Nə edib? Tutaq ki, məsəl üçün deyirəm, 250 nəfəri bir yer ayırıb özünə. Daha doğrusu, belə deyim, 500 nəfəri bir zaldır, yəni yarısı digər tutaq ki, tərəfin qonaqlarıdır, yarısı da Nicat bəyin qonaqlarıdır. Neçə nəfər gəlməlidir? 250 nəfər, məsəl üçün deyirəm. 300 nəfəri bir heyətin gələcəyini, qonağın gələcəyini düşünüb. Niyə? 50 nəfər gəlməyə bilər sonra. İşi çıxar və s. və s. 250-dən 50 nəfər gəlməyə bilər. Yox, bəli, 300 götürüb ki, yəni 300 nəfər mən çağırım və ya nəzərdə tutum. Əgər 50 nəfər gəlməsə, yəni 250-si gəlsin. O şəkildə başlayanda. Və məclisə bir həftə qalmış və ya 10 gün qalmış xəbərdarlıq eləyir təzədən, xatırlatma eləyir, gələcəksizmi və ya yox deyə. Həqiqətində 40 neçə nəfər tutaq ki, gəlmir. 10 nəfər də əgər hər ehtimala gələrsə, şadlıq evindən razılaşır ki, 10 nəfərim gəlirsə əlavə stol açacağam deyə və ya başqa bir şey eləyəcəm deyə əlavə qonaq üçün. Bunu da razılaşır. Və hər bir şey detallı şəkildə zəng eləyir və ya başqa əlaqə vasitəsilə soruşur ki, gələcəksizmi? Bəli. Ondan sonra masalar qruplaşdırır. Kim kimlə otursa daha yaxşı olar, sıxılmaz, narahat olmaz və s.
Onlara qədər hamısını tənzimləyir. Gəlir həmin məclis günü Nicat bəy saat 6-da orada olmalı olan adam yolda tıxac olur, 8-in yarısı çatır ora. Toyun sahibi. Deyir, getdim və gördüm ki, mənim qonaqlarımın hamısı sakit bir şəkildə öz yerlərində əyləşib. Çünki masa yerlərinə qədər əvvəldən demişəm, kim kimdən əyləşəcək və s. və s. Və gəlməyən yoxdur. Çox sakit bir şəkildə. Yan tərəfdə xaosdur deyir. Yəni planlamasız tərəfdə. Yəni adam o da qonaqları çağırıb və s. Vaxtında bəlkə də orada olub. Amma gələn adam mən harda əyləşəcəm? Kimin yanında? Yox, mən bundan oturmaq istəmirəm. Və ya yox, mən yarım saat dayanıb çıxacağam və s. Yəni planlı ilə plansızın eyni məclisdə fərqi görülüb. Bəli. Yəni bu adicə bizim toy məclisində olan planlamadır. İndi siz onun olmadığını fikirləşin. Yəni planlaması yoxdur Nicat bəyin. Xüsusilə Nicat bəy özü də orada olmayıb. Özü də orada yoxdur. Yəni saat yarım gecikib ora. Force majeure hal dediyiniz budur. Bəli. Yəni gecikib, planlamada yoxdur ortada. Yəni bəlkə də bir neçə qonaq gəlir, özü orada yoxdur, mən niyə buradayım, çıxıb gedərdi və ya nəsə. Ən azından küsərdi, inciyərdi və s. Planlama bu insan qorudu mu elə bir vəziyyətdən, xaosdan qorudu. Yəni planlama elədimi, o məclisə uyğun eləmişdi. Evet. Amma məmnun da qaldı mı? Qaldı, bəli. Və ya başqa bir nümunəsi mən sizə deyim. Deməli, bir biznes sahibi ilə mən görüşmüşdüm. Uzun bir müddət, bir neçə il əvvəl idi. Dedi ki, mənim şirkətimdə ən önəmli funksiya satışdır. Mən satış sistemi qurmuşam. Satırlar, satış mütəxəssisləri, mən də qazanıram. Dedi ki, məndə planlama yoxdur. Yəni funksiya olaraq da yoxdur, şöbə olaraq da yoxdur, departament olaraq da yoxdur, insan olaraq da planlamışım yoxdur. Amma qazanıram dübüyünə etibarilə. Yəni mən planlamaya ehtiyacım yoxdur. Planlama boş bir şeydir biznes üçün. Yəni bunu da mənə dedi, ixtisasla planlamaçı olan birisilə. Dedim ki, yaxşı, gəlin sizə heç bir qarşılığı olmadan bir analiz aparın. Yəni, madəm bu fikirdəsizsə. Və adamın biznesinin analizlərini apardıq. Yəni nə işlər görürlər, qazanc-zararla formalaşır və s. və daha doğrusu məhsul satışına formalaşırdı. Plansız nətər formalaşdığını yoxladıq, potensialını və s. kapasite analizləri və s. elədik. Və məlum oldu ki, adam 5 qazanır, hal-hazırda 5 qazanırsa 12 itirdiyi var. Yəni adamın 17 qazanacaq potensialı, bunu şərt olaraq deyirəm bu rəqəmləri. 17 qazanacaq potensialı var ikən planlama eləməmə səbəbindən 5 qazanır. Adam bunu görəndə inanın əməlli başı əsəb keçirdi. Çox pis sarsıldı. Dedim, mən bu tərəflərini bilmirdim. Yəni qazana biləcəyim hissən bu qədər çox olduğunu bilmirdim. Bilməməsi normaldır, çünki planlama eləməmişdi. Planlama sizə qaynaqlardan maksimum faydalanmağı təmin edir. Planlama sizə daha çevik olmağı təmin edir. Planlama sizə daha ağıllı hərəkət eləməyi təmin edir. Planlama sizə daha dəqiqliyi təmin edir. Əgər biznesdə sizə daha çox rəqabətçil olmağı təmin edir. Yəni biznesdə də bu üstünlük var. Yəni nə tək insan kimi bizə faydası varsa, biznesdə də qat-qat faydası var, inanın. Bir də keçən dəfə də bir gənclə söhbət edirdim, onu da valideyni yönləndirmişdi mənə. O öyrənməklə bağlı, yəni planlama tərəfini öyrənməklə bağlı suallar verdi ümumiyyətlə. Baxın, planlı olmaq bir xərc tələb eləyir. Çünki niyə? Siz planlama öyrənməlisiniz. Bu öyrənməyin bir xərci var. Ondan sonra o planlama sistemini qurmalısınız. Onun da bir xərci var. O sistemi idarə eləməlisiniz, bunun da xərci var, zamanı var və s. Ona nəzarət eləməlisiniz, onu inkişaf elətdirməlisiniz. Bunun hamısı xərc tələb eləyən məsələlərdir. Amma plansız olmağın xərci daha çoxdur. Mən o gəncə də bu sözü demişdim. Öyrənməyin bir xərci var. Çünki zaman ayırmalısınız, qaynaq ayırmalısınız, pul ayırmalısınız. Amma öyrənməməyin xərci daha çoxdur gələcək müddətdə. Bəli. İndi rahat da öyrənmir. Amma 5 il sonra həmyaşıdlarından çox geri qalır. Əgər belə deyim, öyrənməyib bir istiqamətdə davam edirsə, arzu elədiyi istiqamətdə, bunun xərci daha çoxdur. Necə xərci çoxdur? Tutaq ki, 1000 manat maaşa başlaya biləcək bir adam 300 manata başlayır. 700 manat qazana biləcək ikən qazanmır. Çünki o zamanında özünə həmən o planı, həmən investisiyanı, həmən o hədəfi qoymayıb. Mənim məsələn suallarımdan bir nəsinə cavab verdiniz öncədən belə. Sualım nə idi əslində? O ikinci sualımın ardı kimi idi ki, misal üçün bizim həyatımızda şans anlayışı var, ehtimal anlayışı var və biz bunların hamısını öncədən planlaya bilmirik əslində və yaxud da ehtimal edə bilmirik. Amma siz cavab verirsiniz, zaten planlama bu %100 o ziyanı, %100 və yaxud da %100 xeyrət çatmağı planlamır da və yaxud da hədəfi o deyil. Daha belə də az zərərlə, daha çox fayda ilə, təbii ki, burada maksimal faydadan söhbət getmir də, misal üçün. Nə qədər çox əldə edə biliriksə, nə qədər çox nizamlı ola biliriksə, ona çatmağı hədəfləyir o zaman. O zaman mən burada bu cür bir şey də anladım ki,
Misal üçün mənim əslində indi bu izaha qədərki düşüncəm necə idi? Mən onsuz da planlı həyatımı sürdürsəm və plana siz dediyiniz, həm maddi olaraq resurs xərcləyirəm, həm planlamanı öyrənməyə, həm əlavə bir enerji xərcləyirəm, zaman ayırıram. Amma plansız yaşamda sadəcə həmin hadisəni görürəm və ona həmin anda reaksiya bildirirəm. Amma yəni bəzən elə bir situasiya ilə qarşılaşa bilərəm ki, mən planlı olsaydım, ona vaxtında yerində cavab verə bilərdim əslində və daha çox əslində arxaya düşmüş oluram da məntiqlə bu cür anladım belə mövzunu. Bəs o zaman çox maraqlı bir sual gəlir həqiqətən də. Məncə izləyicilərimiz də bu sualı vermək istəyər. Misal üçün planlamanın hansı ki ən önəmli, yəni diqqət etməli olduğumuz məqamları nədir? Misal üçün də mən işə gedirəm, işdən evə gəlirəm. Tutaq ki, mənim sahəm planlama deyil. Mən sizin kimi tutaq ki, planlama mütəxəssisi deyiləm. Bəs öz sahəmə bunu tətbiq etmək üçün daha çox hansı məqamlara diqqət yetirməliyəm? O incə məqamlara və yaxud da önəmli məqamlara? Qəşəng sualdır. Elə həqiqətən də çox ünvanan suallardan birisi də budur. Amma mən icazə verin, sualınızın birinci hissəsinə bir nümunə gətirim yenə. Tamam. Adam Favor'ın bir kitabı var. Ehtimalsızlıq. Türk dilində olasılıqsızlıq kitabıdır. Bəli, çox gözəl kitabdır. Oxumağınızı tövsiyə edirəm. Səhv eləmirəmsə 2005-ci ildə səhv eləmirəmsə yazılmış bir kitabdır. Mən həm türk dilində həm ingilis dilində onu oxumuşam o kitabı. Deməli kitabın sonunda bir hekayə var. Son hissədə olan hekayədir. Orada ehtimal nəzəriyyəsi, statistika və ehtimal nəzəriyyəsi professorunun elədiyi bir belə deyim, təcrübə var. Deməli nə edir? Auditoriyada tələbələr əyləşib və bir müddət bu müəllim gəlmir auditoriyaya. Bir neçə ay gəlmir. Bir neçə ay. Bəli. Və dərsə gələndə əlində bir qəpik olur, bir tərəfində yazı olur. Məsələn, tutaq ki, 20 sentsə 20 və ya o bir tərəfində də şəkil olur və ya nəsə başqa bir şey beləsə. Deyir ki, əlimdə bir qəpik var. Bunu şərti olaraq deyirəm, tam yadımda qalmayıb bu proses. Deyir ki, əlimin içində bir qəpik var. Tutaq ki, üst tərəfində də yazı var, 20 yazısı var. Mən bunu 50 dəfə çevirsəm, əlimə qəpik yerə düşsə, 50-sində də 20 yazısının və ya oradakı yazının üstə düşmə ehtimalı nə qədərdir? Oradakı tələbələr başlayıb hesablayırlar. Kitablar, kalkulyatorlar, kompüter, hamısı çıxır masanın üstünə və bütün həvəsləri ilə işləyirlər orada, hesablayırlar. Yarım saat sonra... Sualın cavabı var yəni axırda? Bəli. Onda sualın cavabına qabaq izləyicilər fikirlərini şərtdə yazsınlar, görə kim düz tapır. Bəli. Yazsalar daha yaxşı olar. Çünki çox böyük bir rəqəm çıxır. Aha. Və yarım saat boyunca hesablayırlar. Yarım saat sonra, baxın sual bu idi. 50 dəfə çevirəcəklər və 50-sində də 20 yazısının üstə düşmə ehtimalı nə qədərdir? 1 bölünsün 1 yanında 15 0. Katrilyonda bir ehtimal imiş. Baxın. Yəni 50-sində də 20 yazısının üstə düşmə ehtimalı. Və müəllim gəlir, auditoriyadan aralanır. Tam o sinifin boşluğunda qapıya, pəncərəyə baxır. Tutur qəpikdir, əlindədir beləsin bu şəkildə. Pəncərəyə baxır, qapıya baxır, uşaqlara baxır, sonra çevirir. Və qəpik deyirlənir. 20 yazısı üstə tutaq və ya nə yazısı üstə. Bu 1. Qaldı 49. Sonra yenə qəpik oradadır, götürür oradan, eyni şəkildə ovcunun içinə qoyur. Baxır sola sağa, əlini tənzimləyir, çevirir, yenə 20 yazısı üstə və bu şəkildə davam edir proses. 49-cuya çatanda sinifin səbri çatmır. Çünki 49 dəfə 20 düşüb üstə və ya yazı düşüb üstə. Və 50-cidə sinif nəfəs almadan dinləyir müəllimin deyəcəyini və ya baxır prosesə. 50-cidə yenə eyni şəkildə çevirir əlini və qəpik deyirlənir 20 üstə. 50 dəfə 20 düşür. 50 dəfə 20 yazısı düşür. Və tələbələr şok yaşayırlar. Deyirlər ki, müəllim, bu mümkün deyil. Yəni katrilyonda bir ehtimal mümkünsüz bir şeydir. Müəllim deyir ki, sizin xəbəriniz varmı? Deyir, mən bunu neçə dəfə simulyasiya eləmişəm. Hal-hazırda deyir, bu qəpiyə təsir edən nə qədər faktor var və onların faizi nə qədərdir? Tutaq ki, məsələn, içəridəki nitrogenin miqdarı nə qədər təsir edir bu qəpiyin, tutaq ki, 20 düşmə şeyinə. Məsələn, tutaq ki, 2%. Və ya tutaq ki, mən bu qəpiyi burada saxlamaq, tutaq ki, bucağım nə qədərdir əlimin. Və bunların hamısını bir-bir qeyd edir orada ki, nə qədər faktor var və onların bu prosesə təsiri nə qədərdir. Deyir, mən bunları aylarla ölçdüyüm və simulyasiya eləyib yoxladığım, test elədiyim üçün, mən nəyin nə qədər təsir elədiyini bildiyim üçün
Baxın, bildiyim və idarə elədiyim üçündür, kontrol elədiyim üçün mən istədiyim olur. Amma deyir, bunları bilməsəm və idarə eləyə bilməsəm, ehtimal istədiyi olacaq təsadüfən. Burada bu bütün təsadüflərə və ehtimallara aid deyil, düzdür, force majeure və s. Amma insanın eləyə bildiyi ehtimallarda planlama maksimum gətirə bilir, bəli. Bilirsinizsə, ölçə bilirsinizsə, qiymətləndirə bilirsinizsə, idarə eləyə bilirsinizsə, bəli, bir çox hallarda, bütün hallarda demirəm mən bunu, bir çox hallarda ehtimalın istədiyi yox, sizin istədiyiniz ola bilir. Nətək bu nümunədə olduğu kimi. Və indi gəldik ikinci hissəyə. Biz planlama bilmirik, bilməyə bilərik. Planlama harda öyrənmişik? Orta məktəbdə öyrənmədik. Universitetdə də bəlkə bir çoxumuzda keçilmədi. Ki, keçilmir zaten planlama. Belə dərs olaraq çox yerdə. Amma nə eləyə bilərik? Bayaq mən qeyd elədiyim kimi, bizim bir, fəaliyyətlərimiz var. Məsələn, sabah nə eləyəsiyik? Tutaq ki, dostumla görüşəsiyəm, başqa bir yerə gedəsiyəm və s. və s. Amma bunların hansı bizim üçün nə qədər önəmlidir? Dostumla görüşmək daha önəmlidir, yoxsa bir kitab alıb oxumaq önəmlidir və ya tutaq ki, başqa bir yerə getmək önəmlidir və ya rayona gedib səyahət etmək. Hansı daha önəmlidir məsələn? Yəni prioritetimiz olmalıdır. O fəaliyyətlərin içində hansı bizə daha vacibdir? Vaciblik dərəcəsi ilə düzməliyik. Bir də gənclərin ən çox elədiyi xəta nədir? Bir plan eləyərkən potensialımızı nəzərə almalıyıq, məhdudiyyətimizi nəzərə almalıyıq. Mütləq qaydada. Məsələn, siz də 10 və ya 20 fəaliyyət yazarsınız, mən də siz hamısını eləyə bilərsiniz, mən eləyə bilmərəm eynisini. Çünki niyə? Sizin potensialınız məndən qat-qat çox ola bilər. Yəni, o zaman içində siz hamısını tətbiq eləyə bilərsiniz, mən eləyə bilmərəm. Evet. Çünki potensialımız eyni deyil. Ona görə də bir insan özünün məhdudiyyətlərini bilməlidir. Potensialını bilməlidir ki, mən planlama eləyəndə gəlib ilişəcəyim yer haradır. Onu mütləq bilmək, belə deyim, şərtdir. Vacibdir ki, yəni biz bilək ki, bizim potensialımızın və məhdudiyyətimizin sərhədləri, limitləri hardadır. 2. Hansı fəaliyyət bizə nə qədər vacibdir? Yəni, tutaq ki, biz nəyi eləsək... Önəmlilik səviyyəsi. Bəli, prioritetimiz nədir? Nəyi eləməsək heç nə dəyişməyəcək və ya mənə çox az təsir edəcək. Amma nəyi eləməsək, artıq onu biz növbəti günə ertələyə bilməyəcəyik. Bunları bilmək məcburiyyətindəyik. 3. Planladıq, icra da elədik. Olmasa bizə psixoloji təsir olacaq, yoxsa yox. Ən çox da ona hazırlıqlı olmaq lazımdır. Çünki biz nətərdir? Həvəslə başlayırsan, motivasiya ilə. Nətər ki, avtomobildə yanacaq bitir, maşın dayanar. İnsanların çoxunda da həvəslə başlayırlar, amma müəyyən şeydən sonra belə bir maneə rast gəlir. Maneə gəlib çırpılır insan motivasiyası. O maneə motivasiyanı qırır. Və o proses orada qalır. Məsələn, o maneə ilişməmək üçün, ya ilişəndə üstəsindən gəlmək üçün nə? Məsələn, maneə bayaq kimi, deyirəm, 20 dənə biz fəaliyyət yazmışıq ki, bunları eləyəsirik və s. həvəslə səhər oyanmışıq. Üçüncünü eləyirik, günorta tutaq ki, saat 4-dür, 5-dir. Deyirik ki, yox, bu 6-7-yə çatdıra bilməsək biz bunu. Maneət də bu da. Niyə maneədir? Çünki biz öz potensialımızı nəzərə alıb planlama eləməmişik. Özümüzü tanımadıq. Bəli. Və ya hamısını eləmişik. Bir qonağımız gəldi, bütün prosesimiz alt-üst oldu. Motivasiyamızı qırır mı? Əlbəttə. Yəni, bunlara hazırlıqlı olmaq lazımdır ki, necə eləyək ki, biz bunu önləmişik. Hal-hazırda mən bir kitab üzərində çalışıram. Şəxsi və iş həyatında gözləntilərin idarə olunması adlı. Bəli. Məsələn, orada gözləntilərlə bağlı mən bir çox şey yazanda açıq özümün də belə araşdırma eləyib çünki yazıram. Özüm üçün də maraqlı olan belə fərqli situasiyalarla rastlaşıram. Çünki gözlənti elə bir şeydir ki, həqiqətən insan çox narahat edir. Evet. Yəni, gözlənti qədər bəlkə də insan narahat edən, bəlkə də başqa bir faktor çox az olar. O zaman gözlənti olmamalıdır, yoxsa necə? Gözlənti olması şərtdir. Gözlənti olmasa bizim yaşamağımızın bir mənası qalmır. Təsəvvür edin ki, biz burada bir proqramı bitirib getməliyik. Yəni, elə bir gözləntimiz var ki, gedəsiyik və ya səhər gəlib işə başlayasınız. Gözləntidir bu. O olmasa necə yaşayaq indi biz? Təsəvvür edin ki, səhər oyanmışsınız, nə edək? Bilmirik. Bəs o zaman orasını tam anlamadım sanki. Gözləntimiz var. Bəli. Amma həmin gözlənti yerinə yetməyəndə bizim o həvəsimiz qırıla bilər. Bəli, İtki psixologiyası. Bəli. Bəs o zaman özümüzü hazırlamalıyıq ki, bizim qarşımıza qoyduğumuz məsələ çatmasa nə olasıdır? Bəli, eynən. Yəni onun üçün də ssenari planlarımız lazımdır. B planımız, C planımız olmalıdır ki, biz bu olmasaq dünyanın sonu deyil. Qalx, yıxılıb
düşdüyümüz yerdən qalxıb təzədən davam etməliyik biz fəaliyyətimizə. Həyat bura qədər deyil, davam edir. Sabah da gün çıxacaq. Bu son deyil. Bəli, son deyil bu. Siz də yəqin görürsünüz sosial şəbəkələrdə. Məsəl üçün çox zaman əsasında bu universitetdə oxuyan və ya universiteti bitirmiş, yeni bitirmiş şəxslər, məzunlar özlərinə bir gündəlik bir plan qururlar. Məsəl üçün də mən səhər-səhər idman eləyəcəm. Mən günə 100 səhifə kitab oxuyacağam və yaxud da öz işlərində müəyyən bir planlamalar eləyirlər və tutaq ki, bu müəyyən bir müddət davam edir. Bir ay davam edir və yaxud da bir neçə həftə davam edir və sonra o sanki həmin hədəflər qırılır. Daha çox misal üçün çünki hal-hazırda bizi izləyənlər yəqin ki, daha çox gənclərdir və gənclərdə əsasən yəni o planlamalar öz şəxsi həyatlarında daha çox tətbiq edirlər. Bəs buradakı planlamaların o ardıcıllığını qorumaq üçün misal üçün onların əslində bir məqsəd tezi bayaqlarım. Həmin gənclərdə böyük ehtimalca düşünürəm ki, o məqsədsizlik də böyük önəm kəsb edir. Çünki mən bu gün 100 səhifə kitab oxuyuram, idman eləyim, amma niyə, nə üçün? Bir məqsəd yoxdur. Məncə bu da səbəb ola bilər. İndi siz daha yaxşı məncə analiz eləmisiniz. İkinci məsələ tutaq ki, həmin o gənclər, həmin o belə deyək, o listəni tamamlamaq üçün xüsusi olaraq nə etməlidirlər? Yəni o maraqlıdır. Sualınızın iki cavabı var. İkisi bir-birini tamamlayan cavabdır. Və cavabın biri bundan ibarətdir ki, gəncləri mən analiz eləyəndə, çünki mənə yenə deyirəm, müraciət eləyirlər. Gördüyüm olur ki, gənclər hədəflərini təyin eləyərkən kopyalayırlar başqasından. Məsələn, tutaq ki, dostum Murad gimnastikaya gedir, mən də getdim. Niyə? Niyə? Niyə də? Yəni dostum Murad getdi deyəsən də getməlisən. Yox. Yəni spesifik bir hədəfin olmalıdır. Ki mən tutaq ki, məsələn, bodybuildingə və fiziki belə deyim, idmana niyə getməliyəm? Gimnastikaya niyə getməliyəm? Nə verəcək mənə? Pul xərcləyirəm, vaxtım gedir. Niyə? Tutaq ki, məsələn, Elvin bəy gedir, yaxşı görünür, mən də gedim. Elvin bəyin görüntüsü, hədəfi mənim hədəfim olmamalıdır. Yəni, mənim hədəfim özümə uyğun olmalıdır. Özümü gələcəkdə bir yerə apara biləcək bir hədəf olmalıdır və gənclərin elədiyi ən böyük xəta bu olur. Kiminsə düşüncəsini kopyalamaq. Yəni, kimdənsə baxırlar, həvəslənirlər. Müəyyən bir həvəs istiqamətli və həvəs əsaslı bir hədəf təyin eləyirlər. Yəni, özlərini gələcəyə daşıya biləcək hədəfi çox nadir hallarda mən görmüşəm ki, bir gənc tam belə ağıllı bir vəziyyətdə məntiqli, düşüncəli, belə deyim, planlı və strateji bir şeydə nadirən görmüşəm ki, bir hədəf təyin eləsin və onu icra eləsin. Nə edir? Sizə baxır və həvəslənir, gedir o işin arxasınca. O da nə qədər vaxt çəkir? Həvəs bitənə qədər. Bəli, həvəs bitənə qədər. Burada bir, hədəf düzgün təyin olunmalıdır. Hədəf düzgün təyin. İki, bizneslər üçün də bu eynisi bu arada keçərlidir. İstiqrar olmalıdır. İngilisdən sustain dediyi, istiqrar və ya türklərin disiplin dediyi. İstiqrar olmalıdır. Mən bugün bunu elədim, sabah yox, sabah eləməm, belə bir şey yoxdur. Yəni, heç bir uğurda belə bir şey yoxdur. Mən bunu bugün elədim, bir də 15 gün sonra təzədən gəlib eləyərəm, belə bir şey yoxdur. İstiqrar olmalıdır. Davamlılıq. Bu şərtdir. Davamlılıq da qısa müddətli bir proses deyil, səbir tələb eləyən, baxın səbir, uzaq görənlik tələb eləyən bir, belə deyim, məhfumdur. Yəni, o əməlli başı nə istəyir bizdən? Səbir istəyir, dözümlülük istəyir. Dözməlisən, dayanmalısan ona. Və ondan sonra nə isə əldə eləyə bilirsən. Bitkini əkirsiniz, çiçəyi, gülü. Yarım saat sonra bitir? Yox. Bəlkə bir il sonra tam sizin istədiyiniz səviyyəyə gəlir toxumdan. Niyə? Çünki proses odur. Prosesin tələbi ondan ibarətdir. Yəni, planlamada da biz plan eləyib, səhər birisi üçün hər şey əldə eləyəsi, belə bir şey yoxdur. Davamlılıq şərtdir. Və gənclərə mən tövsiyəm, mütləq qaydada işin bu davamlılıq tərəfini. Onu düşünsünlər. Və hədəf təyin edilişin bir, kopyalamasınlar, spesifik hədəf təyin etməyə çalışsınlar. Eləyə bilmirlər, öyrənsinlər. Öyrənmək ki, deyil, gec deyil, yəni hər yaşda öyrənməyin yolları var, üsulları var. Araşdırsınlar. Hal-hazırda texnologiya o qədər dəstək olur, kömək olur, inanın. Heç bir ixtisası bilməyən adam belə texnologiya vasitəsilə və ya ətrafdakı əlaqələr vasitəsilə inanın çox şey öyrənə bilir. Demək, sualımı iki cavab aldım ki, həm də izləyicilərimiz aldı ki, birincisi sənin özünün spesifik və özünü bilməlisən, tanımalısan və ona uyğun hədəf təyin eləməlisən. Bəli. Yəni özünün bildiyi. Həvəslə eləməməlisən bu şey. Həvəsə uyub nəsə hədəf təyin eləməməlisən. Keçici bir şey eləməməlisən. Çünki o vaxt ikisidir. Sən ömründən 6 ay alacaq, 6 ay sonra əlində heç bir şey olmayacaq.
Çünki o sənə uyğun bir hədəf deyildi. 6 ildən sonra görəcəksən ki, Bəli. əslində istəmirdim mən bunu. İstəmədiyin sadəcə. bir yolda getmisən. Əslində bu çox mövzularda belə düşünürəm ki, məsəl üçün ən adi, buyurun. Bir atalar sözü var idi, amma səhv eləmirəmsə mən onu bir internet səhifəsində görmüşdüm. Deyir ki, doğru yolda gedən tısbağa, səhv yolda gedən yarış atan keçər. Bəli. Baxın. Yəni doğru yolda biz 6 ay gedək də niyə başqasının hədəfini, başqasının həvəsini, başqasının getdiyi yolu biz getməliyik ki? Biznesdə də eyni sonra bu arada. Biri biznes qurur, uğurlu olur, o birisi eynisini kopyalayır. Qardaş, niyə eləyirsən bunu? O onun yoludur, ona xas bir şeydir. Sən niyə bunu gedirsən ki? Sən onunla eyni zaman periodunda başlamamısan işə. Sən onunla eyni imkanlarla başlamamısan, eyni bilik və təcrübə ilə başlamamısan, eyni çevrə ilə başlamamsan, eyni proseslə başlamamısan. Niyə kopyaladın onu? O ola bilməyəsən axı gedib. Əslində mən bir şey xatırlayıram, ola bilər ki, səhv deyirəm, onu düzəldərsiniz. Səhv etmirəmsə Amerikada hansısa bir belə deyək də məşhur şəbəkələrdən biri Azərbaycanda kopyalanmışdı və siz demişdiniz ki, bu sistem burada uğurlu olmayacaq. Çünki o sistem orada işləyir, oranın belə deyək də çarxının bir hissəsidir və bu çarx üçün uyğun deyil ölçüləri. O zaman həqiqətən də yəni bu sözünüzlə paralellik təşkil edir də, yəni məsələn bir sistem bir yerdə işləyirsə, mən onu eynisini kopyalayıb gətirib fərqli bir mühitdə yoxlayıramsa, demək o 100% işləyəcək, hətta ümumiyyətlə işləməyəcək deməkdir, yoxsa necə? Bu işləyə bilərmi? O da maraqlı bir sualdır açığı. Bu yaxınlarda bir podkastda mən qulaq asmışdım. Bizim yerli mütəxəssislərdən birisi, iqtisadçılardan birisi demişdi ki, bizim iqtisadiyyatı inkişaf elətdirmək üçün Avropadakı inkişaf etmiş modellər tətbiq olunmalıdır. Mən onun fikrinə razı düşməmişdim. Niyə? Oradakı uğurlu modellər yox, oranı Avropa eləyən modellər yox. Oradan bizim öyrənib istifadə eləyib özümüzün quracağımız modellər faydalı olar. Çünki bayaqki təsir faktorları var idi. Bəli. O təsir faktorları Avropadakı eyni deyil, Amerikadakı da eyni deyil, bizdəki də eyni deyil. Yəni Amerikadakı o markanın sisteminin burada uğurlu olmama səbəbi ki, siz də bilirsiniz uğurlu olmayıb. Olmama səbəbi mən qeyd eləmişdim, aslında olmayacağını da qeyd eləmişdim. Olmama səbəbi odur ki, oradakı mövcud vəziyyət, oradakı bizneslərin yanaşması, oradakı belə deyim tendensiyalar, trendlər və s. bizdəki ilə bəlkə də çox az əlaqəli idi. Bizdəki iş dünyası sənayeləşmə yenidir, yaşı o qədər də Amerikadakı kimi 100 illərlə deyil, çox deyil və s. Yəni eyni deyildi. Oradakı səhv o oldu ki, bəli, kopyalamadakı səhv elədilər. Çünki sistemin eynisini istədilər burada da. O da hətta nəinki bizdə Avropa ölkələrinə də gedib tətbiq eləmək istəyiblər, alınmayıb. Bizdə hər toplumun, cəmiyyətin özünün dəyərləri var. Baxış tərzi var, yanaşmaları var və s. Ona görə də mütləq qaydada əgər biz hardan nəyisə uğurlu olan bir sistemi, bir metodu bura gətiririksə, onun bizə gətirəcəyi təsirləri, üzləşəcəyi problemləri və s. bunları əvvəldən proqnozlaşdırmalıyıq, biz planlamalıyıq. Mütləq qaydada ki, əgər burada gəlib alınmasa nə olacaq və ya alınmaması ehtimalı nə qədərdir və alınması üçün biz nə etməliyik, hansı tədbirlər görməliyik. O hissədə biraz gecikmişdilər, bəli, və uğursuz olmaq ehtimalı ilə üz-üzə gəldilər. Bəli, elə bir şey olmuşdu. Deməli, nə etmək lazım idi? Oradan öyrənmək lazım idi. Təcrübələri, metodları və s. Sonra oradakı uğurlu olan sistem, faktor nələrdən təsirlənib uğurlu oldu? Bizdə uğurlu olması üçün nələrə ehtiyac var? Onu uyğunlaşdırmaq lazım idi. Bu yəqin ki, tək bizneslərə və yaxud da iqtisadiyyata aid deyil də. Məsəl üçün, niyə görə deyirəm? Bu çox zaman bu Finlandiyanın inkişaf tarixini öyrənənlər və yaxud da bu haqda nümunə çəkənlər nəyi bildirir? Finlandiyada inkişaf oldu və həmin o inkişaf modelini və yaxud da oradakı təhsil modelini Azərbaycana gətirmək lazımdır. O zaman bu təhsilə də, düz təhsil ekspert deyirsiniz, hazır nümunə üçün deyirəm. Yəni oradakı o zaman planlama da fərqlidir və yaxud da oradakı, təbii ki, orada da təhsil planlaması olub ki, yəni bu təhsil inkişafa doğru gedib də. Yəni eynisi burada da keçərdim. Tutaq ki, biz Finlandiyadakı təhsil modelini Azərbaycana gətirsək, bu elə o demək deyil ki, o işləyəcək, düzdür? Çünki faktorlar başqadır. Fikrimcə, bəli, işləyəcək demək deyil, 100%. Yenə də deyirəm, oradakı model necə hərəkət eləyir, necə işləyir, inputları nələrdir? Yəni o sistemi işlətmək üçün, təhsil işlətmək üçün tutaq ki, müəllim qaynaqları olsun, müəllimlər olsun, ən hansı savadda, hansı potensialda müəllimlərlə o sistem işləyir. Evet. Ədəbiyyat siyahısı nədir? Yəni hansı metodlarla, metodologiya ilə, vasitələrlə işləyir. Sonra hansı tip tələbələr gəlir ora? Yəni orada tutaq ki, məsələn, əhalinin neçə hissəsi universitet oxumağa meyllidir və hansı hissəsidir o? Yoxsa bizdəki, məsəl üçün, tutaq ki, hissənin nə qədəri, neçə var? Bizdə məsələn çox insan ali təhsil almaq istəyir. Avropada o qədər insan varmı təhsil almaq istəyən? Yəni, bizdəkinə nisbətdə.
Yəni bütün bunlara baxmaq lazımdır. Evet. Ondan sonra təhsil modeli və s. Məsələn, Yaponiyada mən bir Yapon professorla danışanda adam dedi ki, mən tədris elədiyim dərsi tələbələr başa düşmür. Dedim, niyə? Tokyo Universitetində. Dedi ki, mən bu gün tədris elədiyim dərs 5 il sonra lazımdır. 5 il sonra. Çünki Yaponiyada məsələn 5 il sonra bir mühəndis, məsələn, tutaq ki, mexatronik, yəni mexanika və elektronika mühəndisi lazımdırsa, bu müəllim onun məzun olanda istifadə edəcəyi metodu indidən öyrədir. Hal-hazırda tətbiq olunurmu? Yox. 5 il sonra tətbiq olunacaq metodu özü öyrənib tələbəyə öyrədir ki, sən 5 il sonra bunu tətbiq eləməlisən. İndi bu tip metodlar başqa bir yerə aparılır, istifadə oluna bilərmi? Yox. Çünki ona uyğun spesifik bir şeydir. Təhsil metodudur. Anladım. Ona uyğun bir modeldir. O zaman bu yəni Bizə də uyğun bir model olursa, bəli, daha çox effektiv olar. Bir növbəsində belə ümumiləşdirsək, Avropadan və ya da xaricdən uğurlu olan modeli alıb özününkiləşdirmək lazımdır. Bəli, əsas məsələ odur ki, bəli, özümüzdə daha faydalı hala gətirib onu tədris və tətbiq etmək daha yaxşı olar. Bəs çox maraqlı bir bu mövzuda planlama mövzusuna yanaşma var. Tək planlama deyil, həmçinin şəxsi inkişaf mövzusuna. Zaten planlama da şəxsi inkişafa aiddir əslində. Misal üçün mən yerdə $1000 pul tapdım. Təbii ki, bu $1000 heç kimdən bölüşmərəm. Özümə götürərəm və yaxud da qızıl tapdım və s. və s. Bəs misal üçün bir şəxs əgər həyatını düzgün planlamağı bilirsə və yaxud da öz biznesini düzgün planlamağı bilirsə, bu planı, bu əlindəki formulu izləyicilərlə və yaxud da öz ətrafında olan insanlara hansı dərəcədə %100 səmimiyyətini ötürə bilər? Yəni, mən təbii ki, sizin səmimiyyətinizə inanıram, bu ayrı məsələ. Aslında inanmasını çağırmazdım. Amma yəni, misal üçün, indi mən tanıyıram, sonra izləyiciyə tanımaya bilər də kimlərsə. Məsələn, o şəxs Seymur İlyasovun hal-hazırda izləyicilərə çatdırdığı fikri nə dərəcədə %100 səmimi qəbul edə bilər? Mən ümumiyyətlə, baxın, 17 il universitet təhsili ilə məşğul olmuşam, tədris etmişəm dərsləri. Yəni 20-lə yaxın iş həyatındayam, 5 kitab müəllifiyəm. İndiyə qədər mən tətbiq eləmədiyim və ya faydalı olduğuna inanmadığım heç nə ilə danışmışam. Nə də gedib universitet tədris eləmişəm, nə də kurslarda tədris eləmişəm. Yəni əmin olmadığım bir şey, özümə rəva görmədiyim heç nəyi başqası ilə paylaşmamışam. Yəni belə bir təcrübəm yoxdur mənim. Ehtiyac da yoxdur bunu eləməyə də. Qaldı ki, işin tətbiq tərəfinə planlama, yenə də deyirəm, onsuz da çox çətindir tətbiqi. Yəni mən burada bütün metodlar işə yarayır və s. bunu qeyd eləmədim. Yəni sadəcə prioritetli və s. bunlar ola biləcək şeylər. Yəni özüm elədiklərimi qeyd etdim. Yəni şəxsi həyatımda da elədiklərimi qeyd etdim ki, sosial həyatda da bunlar eləyə bilərsiniz. İşlərinizi planlaşdırıb, prioritetləşdirib, gələcəyə hazırlıq görüb, hədəfinizi düzgün təyin edib bu şəkildə planlaşdıra bilərsiniz deyə. Yəni bunları paylaşdım ki, bunlar məncə tam səmimi olaraq paylaşdım. Yəni hər hansı bir zərrə qədər belə bir səmimiyyətsizlik olmadı deyə düşünürəm. Yanlış anlaşma olmasın. Yəni əslində sözümün, sualımın zamanı oradaydı ki, misal üçün, yəni mənim əlimdə bir uğur metodum var istifadə etdiyim. Mən bunu insanlarla niyə %100 bölüşüm? O anlamda dedim. Yəni bu ona görə əvvəlki nümunə verdim ki, yanlış anlaşılmasın. Mən sizdən tam razıyam. Əgər fərd inkişaf eləyərsə fərdlər, cəmiyyət inkişaf eləyir. Cəmiyyət inkişaf eləyəndə nə olur? Təsəvvür edin ki, siz planlısınız və ya bir biznes düşünün. Təsəvvür edin, sizin təsisatçınız var. Siz planlısınız, təsisatçınız plansızdır. Sizin planınıza uymur. Avtomatik siz də plansız olursunuz. Bəli. Təsir edir. Yəni bir telefon başqasında da varsa işə yarayır. Yəni başqasında telefon yoxdursa, sizdə 50 gündə telefonunuz onun heç bir mənası yoxdur. Yəni plan da elə bir şeydir ki, əgər ətrafınızdakı insanlar planlıdırsa, siz planlanırsınız. Təsəvvür siz planlama eləmisiniz ki, saat 12-də mən kitab oxuyacağam və sizin dostunuz Seymur İlyasov zəng edir, sizi çağırır ki, gəl görüşək, çay içək. Planınızı pozdu? Pozdu. İstəyirsiniz bunu? Xeyr, təbii ki. Ona görə də yəni nə qədər planlı insan olsa, yəni səliqəli bir yaşam olsa, o qədər daha rahat olur insan. Yəni özünə də təsir edir gəlib nəticə etibarilə. Yəni əslində misal üçün cəmiyyət hal-hazırda plansız olsa və ümumiyyətlə həm biznesdə, həm fərdi həyatda plansız yaşam olsa, zaten artıq sizin bir planlama mütəxəssisi olaraq da ehtiyacınız aradan qalır və ya siz demiş. Məsələn, mən artıq mənim yanımdakı insan plansızdırsa, bu avtomatik olaraq mənə təsir eləyir deyə. İstər-istəməz eləyəcək. Mən məcburam ki, öz biliklərimi səmimi və %100 ötürüm ki, qarşımdakı insan da bundan faydalansın. Siz demiş, zaten bu subyektiv bir şey olduğu üçün bir yerdə tutaq ki, mənim misal üçün sizin üçün önəmli olan bilik əldə etməkdir və yaxud da öz bildiklərinizi bölüşməkdir cəmiyyətdən. Mənim üçün də misal üçün yalnızca
öz yoldaşlarımla oturub çay içməkdir, nümunə üçün deyirəm. O zaman təbii ki, zaten mən sizin metodlarınızı öz subyektiv düşüncəmə uyğulasam belə Türkçə demiş, uğurlu olmayacam zaten. Bu subyektiv tərəfi də var zaten. Bu tərəfdə mən tam razıyam sizdən. O zaman yəni o şəxsi inkişaf kitablarına güvənə bilərik də, yəni deyirsən müəyyən qədər. Təbii ki, hamısından yox. Yəni mən birazdan sual verəcəm, indi yəqin nümunə verərsə orada kitablardan. Yəni əslində güvənə bilərik də demək istəyirsiniz. Yəni səmimi, təksin yox təbii ki, bu haqqda danışanlara. Açığı mən çox belə deyim, kitablar, yəni şəxsi inkişaf hər kitabı oxumuram. Onu dəqiq olaraq deyirəm, seçirəm və çox insanın da oxumadığı kitablarda seçib oxuduqlarımda belə deyim, şəxsi inkişaf yönündən söhbət gedən o tip kitabları nadir hallarda seçərək oxuyuram, belə deyim. Amma oxuduqlarımdan faydalı olduqlarını da görmüşəm. Sizə deyim ki, ona görə yəni keyfiyyətli şəxsi inkişaf kitabları mütləq oxunsun məncə. Mütləq qaydada oxunsun. Onun faydası var. Bəli. Mənim podkastda çağırdığım qonaqlara verdiyim son bir sual var həmişə. Okey, biz problemlərdən danışırıq. Məsəl üçün, hansı ki, bugünkü problemimiz də belə mövzunun problemi planlama olmadan yaşadığımız həyatdır və yaxud da bizneslərdir və s. Bəs o zaman qısa bir cavab və yaxud da tam olaraq izah. Bu problemdən yaxa qurtarmaq üçün nə edək? Yəni nə edək ki, planlı yaşayaq? Baxın, inkişaf eləmək istəyiriksə, plan şərtdir. Daha çox qazanmaq istəyiriksə, onda da plan şərtdir. Daha keyfiyyətli yaşamaq istəyiriksə, yenə plan şərtdir. Yəni biz daha yaxşı nə isə istəyiriksə, o daha sözünün yanında planlama olmalıdır. İstəyir gündəlik həyatımız olsun, istəyir gələcək karyeramız olsun, istəyir biznes yönünü düşünürsə olsun. İstəyiriksə planlama olmalıdır. O zaman o bir tərif var ya, o ən pis plan belə plansızlıqdan yaxşıdır. Bundan razısınız. Şahmatçısı daha doğrusu. Bu sözünə razısınız. Bəli, şahmatçıya aid bir sözdür. Ən zəif plan belə deyir, plansızlıqdan daha yaxşıdır. Bəli. Əla. O zaman izləyicilərimizə həm də mənə də çox maraqlı olar. Sizin tövsiyə etdiyiniz ən maraqlı 3 kitab fərqi yoxdur janrı. Yəni mən kitab çox oxuyuram, açığı. Belə deyim. 3-dən çox olacaq yəni mövzusu. Yəni çox ola bilər, amma belə limitləməyim biraz çətin olar mənim. Ən son oxuduğum kitablardan nümunə verə bilərəm sizə. Ən son oxuduğum kitablardan birisi Babilin ən varlı adamı. Çox gözəl kitab idi, çox xoşum gəldi. Onu tövsiyə edirəm oxusunlar. Rezonans qanunu oxudum bu yaxınlarda. O kitab qəşəng idi. Onu da oxumalarını istəyirəm. Bir də türk dilində ən son oxumuşdum. O kitab ingiliscəsi də var. Goldert Eliyahu kitabının yazar odur. Amaç türk dilində. İngiliscəsi Qol. Bu 3 kitabı oxumalarını tövsiyə edirəm. Həm qolalı səhv eləmirəmsə seminarlarınızda da istifadə etdiyiniz kitabdır. Bəli, çox dəfələrlə oxuduğum bir kitabdır mənim. Bunları ilə podkastda biz də montajda yerləşdiririk. Oxumaq istəyənlər olarsa da, yəni faydalansınlar, oxusunlar. Bəli, əlbəttə. Əslində məncə planlamanın o fiziki, yəni bilməyən şəxslər üçün məncə aydınlanmış olduq. Təbii ki, yəqin ki, planlama bu qədər sadə deyil, amma qısa izah idi. Bəli. Mən əgər izləyicimiz istəyirsə, mən istəyirəm ki, tək planlamadan yox, misal üçün də şəxsi həyatımızda olan məsəl işin ciddi tərəflərinin, hansı ki sizin gördüyünüz bu gün daha işin biznes tərəflərinin məhz şəxsi həyatımıza yansıyan və yaxud da daha rahat izahı üçün məncə bu mövzularda bir neçə ardıcıl podkastlar eləyə bilərik, əgər təbii ki zaman uyğun gələrsə sizə də. Mənim üçün xoş olduqlarım, maraqlı oldu, ümidvaram izləyicilər üçün də belədir. Son sözləriniz izləyicilər üçün və yaxud da bizim üçün. Çox sağ olun. Mən sizə də izləyicilərə də təşəkkür edirəm. Ümid edirəm ki, danışdıqlarımız faydalı olar. Ümid edirəm ki, ən azından müəyyən qədər fərqindəlik yaradar. Yəni planın nə olduğu və ya plansızlığın nə olduğu müqayisə olunar ən azından. Və bunlar olarsa da inanın o fərqindəlik müəyyən uğurlara gedən yolun başlanğıcı ola bilər. Mən bütün izləyicilərinizə də sizə də uğurlar arzulayıram. Çox sağ olun. Təşəkkürlər. Görüşənə də çox sağ olun. Sağ olun.